Yusuf müəllim, xoş gördük. Xoş gördük Mira xanım. Demək, düşünürəm ki, deyəsən arzuma çatıram. Bir çox insanlar bilir ki, mən Forever Living-i Azərbaycanda bəylərin də işləməsi üçün əlimdən gələni edirəm hər zaman. İstəyirəm ki, bəylər də burada çalışsın. Təbii ki, Azərbaycanda Forever-da bəylər çalışır. Az çalışır. Dünyanın hər yerində 90-95% bəylər çalışır Forever-da. 5-10% qadınlar. Azərbaycanda 90-95% qadınlar çalışır. 5-10% bəylər. Sizi Forever-da gördüyümə çox şadam. Nə yaxşı Forever seçdiniz. Ona görə təşəkkürlər. Baxın Mira xanım, dünyada 47 il sağlam təməli olan və 170 ölkədə fəaliyyət göstərən bir şirkətin biznes ortağı olmaqdan kim məmnun olmaz ki? Məni Forever işinə həyəcanlandıran əsas nüanslardan biri qazanc sisteminin eksponensial olması, yəni artan qazanclı və eyni zamanda sərbəst iş qrafiki üzərindən işin asanlaşdırmasını göstərən nüansdır. Yusuf müəllim, mən Forever Living-də xanımların və bəylərin çalışması üçün maksimum əlimdən gələni etdim. Daha çox xanımlarla uğurlu oldum. Demək olar ki, onların həyatında, çoxlarının həyatında inanılmaz dönüş oldu. Qazanc, səyahət, bilgi, yəni çox şeylər etdik. Allah'a min dəfə şükürlər olsun. Siz də bunu bəylərlə etməyə hazırsınızmı? Niyə də yox Mira xanım? Düşünürəm ki, bəylərimizin Forever Living axınını təşkil etmək üçün və onların həyatına müsbət mənada toxunmaq üçün ortaya maraqlı bir prioritet qoymalıyıq. Və mən düşünürəm ki, bəylərimizlə Azərbaycanda inqilab edəcəyik. Yusuf müəllim, mən Forever-i tanıdıqdan sonra inanılmaz uğurlar əldə etdim. Dünya səyahətləri, çox gözəl qazanclar, azad zaman. Sonra artıq işimdən ayrıldım. Siz də bunu düşünürsünüzmü? Baxın Mira xanım, mən bu sualı iki aspektdə cavablaya bilərəm. Məncə, birinci qrup fikir sahibləri hal-hazırda işlədiyi işdə çalışaraq paralel surətdə Forever-də çalışa bilər. İkinci qrup fikir sahibləri isə hal-hazırda işlədiyi işdən imtina edərək birbaşa Forever-də çalışa bilər.